İşdən çıxan zaman hansı məqamlara fikir vermək lazımdır? İşdən çıxan zaman diqqət yetirməli məqamlar işdən çıxışın hüquqi əsaslarıdır. Yəni bu işçinin istəyi ilə olub, yoxsa işə götürən istəyi ilə olub. Düzdür, əmək məcəlləsində tərəflərin iradəsindən asılı olmayan hallar da mövcuddur. Lakin Azərbaycan reallığında ya işçi müraciət əsasında, ya da işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilir. Bu hallarda mənim tövsiyəm ondan ibarət olar ki, ilk öncə əmrlə, işdən çıxış əmrlə tanış olan zaman işdən çıxışın əsası olan maddəyə diqqət yetirməkdir. Çünki mənə müraciətlərin də çox böyük bir hissəsində işçinin ixtisara salındığı, belə ona kommunikasiya edildiyi, lakin sonradan əmək kitabçasında və əmrləşmədə işçinin öz ərizəsinə əsasən işdən çıxarıldığına dair məsələlər, faktlar var və bu da düzdür, öz imzaladığın sənədlərə diqqət yetirməyəndə yekunda elə imzalanan sənədlərin içində sən demək işçinin öz ərizəsinin də imzalandığı olur və bu da yekunda işçinin sonradan irəli sürdüyü iddialarda da onun əlini zəiflədir və o iddialarının rədd olunmasına səbəb olur. Yəni bu zaman hər hansı bir kompensasiya barəsində çətinlik yaranır. Əlbəttə ki, yekun nəticə ondan ibarətdir ki, əgər işçi öz işdən çıxış ərizəsini imzalayıbsa, öz istəyi əsasında, düzdür, burada işçinin niyyəti başqa şey olsa da rəsmi sənəd tamam fərqli bir şey göstərir. Ona görə də kompensasiya almaq demək olar ki, sıfıra bərabərdir şansı. Ona görə nəyə imza attığımıza fikir verməliyik. Ölməliyik.